3 ay ərzində 3 kiloqram jelibon yeyən insanın aqibəti bilirsiniz nə olub? 6 ay reanimasiyada qalıb. Nə yediyinizə, nə içdiyinizə diqqət edin. İstənilən halda Nizaminin dahiyyanə sözlərini unutmayın ki, su içməyin də, çox su içməyin də insan orqanizminə kifayət qədər ziyanı var. Britaniyada qəribə hadisə baş verib. Nathan Remington adlı şəxs 3 gün ərzində 3 kiloqram jelibon yeyib və nəticədə reanimasiyaya yerləşdirilib. Məlumata görə Nathan Amazon platformasından 3 kiloqramlıq marmelad ayısı konteyneri sifariş edib və onu qısa müddət ərzində tək başına yeyib. Bu miqdarda şirniyyat təxminən 10.000 kalori təşkil eləyir. Bir müddət sonra kişidə şiddətli qarın ağrıları, tərləmə və zəiflik müşahidə olunub. Nəticədə o xəstəxanaya aparılıb. Əvvəlcə həkimlər qida zəhərlənməsindən şübhələnib. Lakin aparılan testlər onun həddindən artıq jelatin qəbul etdiyini göstərib. Əlavə müayinələr nəticəsində isə Nathan Remingtonda kəskin divertikulit, yəni yoğun bağırsağın divarlarında olan çıxıntıların iltihabı diaqnozu qoyulub. Həkimlər bildirib ki, jelatin və digər sıx maddələrin həddən artıq qəbulu bağırsaqlarda iltihab riskini artırır. Qeyd edək ki, Nathan 6 gün reanimasiyada saxlanılıb. Ona damar yolu ilə müalicə və tam aclıq rejimi təyin edilib.